Ya salam dostlar. Bugün videoma hoş geldiniz. Bugün sizlerle birlikte təbiətdə 6-cı sinif təbiət iş dəftərindən suyun əhəmiyyəti dərsini edəcəyik. Gördüyünüz kimi tapşırıqlarımız var. Bizi yerinə yetirəcəyik. 1. Doğru ifadələrin altına xətt çəkin. Suyun yaxşı həlledici olduğuna görə təbiət dövranı zamanı onda bir çox maddə həll olur. Bu səbəbdən təbiətdə su əsasən qarışıq halda olur. Cavablar 100% düz olacaq, narahat olmayın. Bulaq və çayların, okean və dənizlərin suyunu içməli su kimi istifadə edirik. Bakın bulaq və çayların. İçməli su istifadə olunmamışdan əvvəl təmizlənir, bəli. Bu məqsədlə oksigen ozon qazından istifadə oluna bilər. Ozonlaşdırır, yəni təmizləşdirir. Ozonlaşdırılmış su zərərli mikroblar, bakteriyalar və virusları məhv edir. Ona görə burada ozonlaşdırma götürəcəyik. Təbiətdə olan suyun çox hissəsi duzludur. Bu da düzdür. Bu su isə əsasən çaylarda və göllərdə, okeanlarda və dənizlərdə cəmləşib. Burada okeanlarda və dənizlərdə cəmləşib olacaq. 2. Suyun istifadə sahələri sənaye, kənd təsərrüfü, məişət uyğun boşluqları yazın. Bu kənd təsərrüfatı olacaq. Çünki gördüğünüz gibi əkin falan bunlar kənd təsərrüfatıdır. Bunları yazdık. 2'də gördüğünüz gibi fabriklər vesaire verilir ve bu sənaye olacaq. Burada qab yumaq, milka qaşıqlan yumaq. Bu da məişət olacaq. Yandı. İlk eksi bura. Gerçi suyun hər sahə üzrə suyun hər sahə üzrə istifadəsinə daha bir misal göstərin. Yaza bilərik ki, yemək hazırlamaq, silmək, paltar yumaq və ya ev təmizliyi etmək. Yazıram da, siz başqa fikirlər də yaza bilərsiniz, yəni. Ev işləri görmək yazdığından ev təmizliyi yaza bilərsiniz. Keçirik indi kənd təsərrüfatına. Kənd təsərrüfatı bitkilərin suvarılması və s. Belə yazacağım. Bura heyvanların baxımından verilirlər. Sənəyə keçirik.
Mən bura fabriklərdə avadanlıqların soyulması, məhsulların istehsalı zamanı maddə kimi ifadəsi yazacağım. İfadəsi yox, istifadəsi. Yazırım. Fabriklerde buraya səhv yazdım. İstehsalı zamanı madde kimi istifadəsi. Neynədir onu? İfadəsi yazdım. Keçirəm. Su istifadəyə verilməmişdir. Əvvəl tərkibi müxtəlif sularla təmizlənir. A bəndi. Çöktürmə. A bəndi yox, A tapşırım. Çöktürmə suyunda hansı qarışıqlardan təmizlənir? Suyun tərkibində olan və suda həll olmayan maddələri dibə çökür. Maddələr dibə çökür. Bir dəqiqə. Yazıram indi. Ben biraz geç yazıram telefondan böyle ekrana bakıp yazdığım için. Ona göre biraz da eğiliş yürüyüş olur. B tapşırığım. Süzme sulu hansı qarışıqlardan təmizlər? Süzme sulu suyun tərkibində qalan xırda hissəciklər və bulanıqlıqları aradan qaldırır. Yazıram. Ve bunu yazıyorum tezden. Bulanıklık aradan kaldırır. Aha, C tapşırığına geçti. Ozonlaştırma sulu neden temizlenir? Ozonlaştırma sulu zərərli mikroblardan, bakteriyalardan ve virüslardan məhv edir. Bayağı da dedim bunu.
sürünün mikroblar, bakteriyalar. Bu arada mikroblar sözünü böyle yazmayayım. Ben yazışım böyle, yani böyle yaz. İyi yaptım. Bugün dersimiz bu kadarıydı. Eğer o bir sayfanda yazmamı istəyirsinizsə, like atıp abone olun və əmin olun ki, hamısı bəyəndiniz. Bay bay.